qalır. Əksər insanlar feyxuanın yalnız içini yeyir, amma qabığında güclü antioksidantlar, antibakteriyal maddələr var. Qabığını qurudub çay kimi də istifadə etmək olar. Qidaların tərkibində yod az olduğuna görə və digər qida məhsullarında ümumiyyətlə yod olmadığına görə bəzən yod çatışmazlığı zamanında feyxuanı müalicə məqsədli qida kimi də tövsiyə edirlər. Eyni zamanda feyxuanın tərkibində də C vitamini, A vitamini, pektin maddələr və eyni zamanda da antioksidantlar daha çoxdur və yaxşı olar ki, feyxuanı istifadə edərkən çox miqdarda deyil və başqa meyvələrlə qarışıq şəkildə qəbul etməsinlər və feyxua qəbul etdikdən sonra bir müddət ara versinlər. Bu zaman onun tərkibindəki faydalı elementlər doğru şəkildə parçalanaraq orqanizmə öz xeyrini verə bilir. Qabıqlarında olan fayda heç bir meyvə, tərəvəzdə, qida məhsullarında yoxdur. Lakin burada da diqqət olunacaq əsas məqam odur ki, feyxua ilə birlikdə su və yaxud hər hansı bir maye qəbul olunduqda birbaşa olaraq bağırsaqların funksiyası pozulur ki, bu da çox sürətli şəkildə ishala səbəb ola bilər. Feyxua qan azlığı zamanı istifadə olunur, çünki tərkibində dəmir və C vitamini var. Arıqlama dövründə də ideal meyvədir. O, aşağı kalorilidir. Uzun müddət toxluq yaradır. Qan azlığında da feyxuanın faydası daha çoxdur. Eyni zamanda da bəzən qan azlığından qaynaqlanan dəri tonunun müxtəlif rənglərdə olması, bəzən olur ki, feyxua qəbul etdikdən sonra bunun tonlaşdırılması, elastikliyin artmasında da önəmli rol oynaya bilir və bir çox insanlar əgər həddindən artıq çox üşüyürlərsə və yaxud da aşağı və yuxarı ətraflarda, əllərdə, ayaqlarda soyuqluq hiss edirlərsə, o insanlarda ac qarına feyxuanın yeyilməsi bu problemin aradan qalxmasına gətirib çıxara bilər. Və qış mövsümündə daha enerjili olmaq üçün, immuniteti artırmaq üçün çay dəmləmədə və yaxud da bitkidən, meyvədən dəmlədikdə burada daha çox feyxuadan istifadə etsələr, bu da onlar üçün daha enerjili ola bilər və eyni zamanda da immun sistemini artıra bilər. Ümumiyyətlə, feyxuanın arıqlamada deyil də, hər ikisi kinkanda da qeyd etdiyimiz buna aid ola bilər. Çünki aşağı kalorili qidalar hesab olunur, eyni zamanda yağ yandırıcı xüsusiyyətləri var. Xüsusilə də bəzən feyxua və eyni zamanda kinkana da aid etmək istəyərəm. Uzun müddət tox saxladığı üçün insanlar daha az miqdarda qida qəbul edə bilərlər və az kalorili olmasına baxmayaraq vitamin, mineral dəyəri yüksəkdir. Bu da orqanizmdə vitamin, mineral çatışmazlığının qarşısını ala bilir. Ancaq çox miqdarda yeyilməsi yenə də tövsiyə olunmur. Orada da miqdarı mütləq ölçüsünə görə tənzimləmək və bədən çəkisinə görə nəzərdə saxlamaq lazımdır. Çünki həddindən artıq çox qəbul etdikdə feyxua da allergiyaya meyilli insanlarda müxtəlif səpkilərin, qaşıntıların, qızartıların yaranmasına gətirib çıxara bilər. Çox qəbul etdikdə ağızda dilin məxmərciklərinin, dad reseptorlarının məhv olmasına da gətirib çıxara bilər. Ona görə çox miqdarda qəbul etmək tövsiyə olunmur.